Salam, hər vaxtınız xeyir uşaqlar. Bugün sizlərə mən hamının verdiyi sualın cavabını aydınladacağam. Burada ən çox verilən sual pərakəndə və topdan satış nədir? Onu izah edəcəm. Ümumiyyətlə deyim ki, sizə vergi məcəlləsinin 13.2.62-ci maddəsi və vergi məcəlləsinin 13.2.63-cü maddələrinə əsasən ticarət fəaliyyəti iki əsas formaya bölünür. Pərakəndə satış və topdan satış. Pərakəndə satış və uşaqlar, topdan satış. Deməli, bu maddələr hansılardır uşaqlar? 13.2.62-ci maddə və 13.2.63-cü maddə. Deməli, deyim ki, sizə bu maddələrə əsasən, yəni bu anlayışlar arasında həm oxşarlıqlar, həm də hüquqi və vergi uçotu baxımından əhəmiyyətli fərqlər mövcuddur. İlk öncə gələk oxşar cəhətlərə. Hər iki fəaliyyət forması ticarət fəaliyyəti sayılır. Yəni malların alıcılara təqdim olunma prosesidir. Yəni hər ikisi ticarət fəaliyyəti sayılır. Bir, qeyd edirəm, ticarət fəaliyyəti. Hər ikisində uşaqlar, deməli, nə var? Ticarət fəaliyyəti vardır. Oxşar cəhətlərdən biri budur. Bunu da düzəldim səliqəli formada. Əla. Deməli, ticarət fəaliyyəti vardır. İndi bunu da qeyd edək. Bunlar bizim, gəlin bunu belə edək. Hər ikisində nə var? Ticarət fəaliyyəti vardır uşaqlar. Bunlar oxşar cəhətlərdir. Sonra, ikinci olaraq, bu fəaliyyətlər istehsal və ya xidmət fəaliyyəti ilə eyniləşdirilə bilməz. Çünki burada məqsəd malın yaradılması deyil, mövcud malın dövriyyəsidir. Yəni, indi qeyd edirəm. İkinci oxşar cəhətləri odur ki, istehsal və ya xidmət fəaliyyəti ilə eyniləşdirilə bilməz. Bunu niyə dedim sizə? Çünki burada məqsəd malın yaradılması deyil, mövcud malın dövriyyəsidir uşaqlar. Bunu da mən qeyd edirəm sizə. Üçüncü oxşar cəhəti isə odur ki, malların həm sabit satış obyektlərində, həm də səyyar şəkildə satıla bilər. Mallar həm sabit satış obyektlərində, həm də səyyar şəkildə satıla bilər. Deməli, yazıram burada sabit satış və səyyar satış şəklində satıla bilər. Baxın uşaqlar, bu da üçüncü oxşar cəhətidir. Pərakəndə satışla topdan satışın, belə deyək, oxşar cəhətləri. İndi gəlirik burada biz yazırıq nə uşaqlar? Artıq fərqli tərəflərini. Baxın uşaqlar, fərqli cəhətləri nədir? Hüquqi və uçot baxımından, vergi uçotu baxımından sizə qeyd edirəm. Birinci fərqli uşaqlar, yazıram bura satışın məqsədi. Baxın, yazıram bura satışın fərqli olan. Satışın məqsədi. Burada satışın məqsədidir. Bunu da başqa rənglə edirəm ki, bu da fərqli cəhətdir. Satışın məqsədi nə deməkdir? Pərakəndə satış zamanı mallar son istehlak məqsədi ilə, yəni şəxsi istifadə üçün təqdim olunur. Topdan satış zamanı isə mallar sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə üçün satılır. Yəni alıcı aldığı malları ya təkrar satmaq, ya da digər kommersiya məqsədi ilə istifadə etmək niyyətində olur. Baxın, satışın birinci deməli fərqli cəhəti nədir? Satışın məqsədidir uşaqlar. İkinci olaraq isə alıcının hüquqi statusudur. İkinci olaraq yazıram ki, alıcının hüquqi statusudur. Aha, bu nə deməkdir? İndi bunu sizə başa salacağam. Gəlin vizual şəkildə səliqəyə salaq. Alıcının hüquqi statusu o deməkdir ki, yəni pərakəndə satışda alıcı adətən veyni olmayan bir fiziki şəxsdir. Yəni adətən vətəndaşdır. Topdan satışda isə alıcı əsasən veyinlə qeydiyyatdan keçmiş hüquqi və ya fiziki şəxs. Bir adı da fərdi sahibkardır. Bu uşaqlar alıcının hüquqi statusudur. Üçüncü isə gəlin indi sənədləşdirilmə hissəsi. Baxın, fərqli bir hissəsi də cəhəti də sənədləşdirmədir. Yazın bunu vizual olaraq sənədləşdirmə. Aha, bunu da düzəldim. Burada isə sənədləşdirmənin fərqli cəhəti odur ki, hamımızın bildiyi kimi, pərakəndə satış zamanı alıcıya ya nəzarət kassa aparatının çeki verilir və yaxud da ki, qəbz təqdim edilir. Topdan satışda isə satış yalnız elektron qayma faktura ilə və ya elektron vergi hesab fakturası ilə rəsmiləşdirilməlidir. Baxın, bu da bizim deməli, pərakəndə satışla topdan satışın sarı ilə rənglədiyim oxşar cəhətləridir. Qırmızı ilə belə deyək, rənglədiyim isə bizim fərqli cəhətlərimizdir. Yəni topdan satışla pərakəndə satışın fərqli cəhətləridir. Deyim ki, sizə praktik nüanslar və çətinliklər yaradan hallar nədir? Ən böyük çətinlik satışın məqsədini düzgün müəyyənləşdirməkdə yaranır. Yəni satışın pərakəndə və ya topdan satış olmasını yalnız satışın məbləği və ya miqdarı ilə müəyyən etmək əlbəttə ki, yanlış yanaşmadır. Veyni olmayan şəxs yüksək məbləğdə mal alırsa, bu satış yenə də pərakəndə sayılır. Çünki veyni olmayan şəxsin sahibkarlıq fəaliyyəti aparması hüquqi baxımdan əlbəttə ki, mümkün deyil. Məsələn, vətəndaş 5000 dəyərində elektronika alırsa, belə bu şəxs satış sahibkarlıq məqsədi ilə hesab edilə bilməz. Çünki bu şəxs vətəndaşdır. İstəyir 5000 mal alsın, istəyir 10.000 mal alsın. Tutaq ki, bir şəxs gedir belə deyək, hər hansısa bir elektronika dükanından çekiz alır. 10.000-lik çekiz alır. Bu o demək deyil ki, onun satışı topdan satış sayılır. Xeyr, alan şəxs veyni yoxdursa, vətəndaşdırsa, artıq bunun aldığı 10.000-lik çekizə, 5.000-lik çekizə pərakəndə satışı sayılır. Amma gəlin indi veyni şəxs, yəni şəxsi məqsəd üçün mal alırsa, bu zaman necə olur? Əgər veyni şəxs şəxsi ehtiyac üçün mal alırsa və bu məqsəd sənədlərdə öz əksini tapırsa, bu alış da uşaqlar pərakəndə satış kimi sənədləşdirilə bilər. Burada əsas məsələ alıcının maldan istifadə məqsədini sübut edə bilməsidir. Sonra veyni şəxs topdan satışdan mal alırsa, amma elektron qayma tələb etmir. Əgər bu şəxs elektron qayma faktura və ya hesab faktura tələb etmirsə və satıcı da ona sadəcə kassa çeki verirsə, bu zaman vergi uçotunda əlbəttə ki, bir uyğunsuzluq yaranır. Belə hallarda satıcı və alıcı arasında
əsasında satışın məqsədi və sənədləşmə forması əvvəlcədən dəqiqləşdirilməlidir. Yəni ki, nəticə olaraq pərakəndə və topdan satış ticarət anlayışları yalnız malın kimə satılması ilə deyil, hansı məqsədlə satılması ilə fərqlənir. Bu fərqi düzgün müəyyənləşdirmək üçün mühasiblər və sahibkarlar hər bir satış zamanı alıcının hüquqi statusunu və istifadənin məqsədini dəqiq şəkildə sənədləşdirməlidir. Ümid edirəm ki, yəni bu dəfəki sualınıza da cavab tapa bildik. Deməli, vergi mədəlləsinin 12.262 və 13.2.63-cü maddələrinə baxın, oxuyun tam diqqətlə. Bu zaman ümid edirəm ki, mənim bu videoda sizə kömək olacaq.